Salam hörmətli izləyicilərim. Bugün sizə bu cür bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da sapım 100 qramlıq 350 metrəlik sapdır. Rezinka hissəsi belə toxunmamışam formadadır. Naxışlardakı 3-3 yığılır ilməklər. Bir dənə də artıq yığılır da. 3 mən indi burada bunu 3 ilməni 3 naxışı belə götürəcəm. 3 naxış üçün buradan 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 ilmək yığacağım milimin üstünə toxumaq üçün. Bundan da siz jilet, ceket, sivitrə, uşaq üçün daha yaxşıdır. Papaq toxumağa, uşaq adyalına gedən bir naxışdır. Bunun üçün də mən milimin üstə qısa formada yığacağım. Belə bir sap götürürəm. Üç yığacağım naxış üçün. 3 dəfə 6, 18, bir dənə də artıq 19 ilmək. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 ilmek yığdım milimin üstüne. Buradan da bir düğün atıram açılmasın. Artığı da kesip çıxarım. Maniçilik eləməsin. Mən indi burada rezinka toxuyan deyiləm. Bir sıra bu yüzden toxuyuram. Düz yüzüdür bura. Birinci ilməni də toxudum birinci sıra olduğuna göre. Qalan ilməkləri hamısını tərs toxuyuram. Bu toxuduğumun naxışa heç bir adiyyatı yoxdur. Mən rezinka toxumadığıma görə 2 sıra tərs toxuyuram ki, toxuduğum naxış düz dayansın. Siz rezinkanı necə istəsəz elə də toxuya bilərsiniz. Naxışı da artırmaq lazım olsa, biraz böyük toxuyursunuzsa 3 artırırsınız, bir də əlavə edirsiniz. Azaltmaq istəsəz də azaldırsınız 3. Bir sırada bu yüzden toxuyuram, tərs üzündən. İlməkləri hamısını tərs toxudum hər iki yüzdən. İndi düz üzdən birinci ilməni götürürəm buradan. Toxumuram. 2 tərs toxuyuram. 1, 2. 2 tərs, 1 düz toxuyuram. Yenə 2 tərs, 1 düz.
2 tərs, 1 düz. Sıranın axıra qədər belə toxuyuram. Yine 2 tərs, bir də kənar ilmək. Tərs üzdən yenə kənarı götürürəm, tərslər tərs, düzlər də düz toxuyuram. Bu yüzden 2 düz, 1 tərs olur. Yine 2 düz, 1 tərs. Yine 2 düz, kenarı da tərs toxudum. Şimdi burada düz yüzüdür. Düz yüzündən kenar ilmeğini götürürəm. 2 tərsini toxuyuram. Bu bir düz ilmeğinin içindən bir ilmek çıxardım. Bir artırma eləyirəm. Yenə birini çıxardım. Bir artırma, birini də çıxardım. Bir ilməkdən 5 ilmek çıxardım. Yenə 2 tərs. Yenə bu düz ilməkdən 5 ilmek çıxardıram. 2, 3, 4, 5 ilmek. Yenə 2 tərs. Bir ilməkdən yenə 5 ilmek çıxardıram. Yine bir ilmekdən 5 ilmek çıxardıram. Ben buradan toxuduğum ilmeği buraya kadar söktüm yazsın. Bu ilmeği düz ilmeklerin birinden 5 dəfə çıxardım. 2 tərsi toxudum. Bu birini düz toxuyuram. Arada bırakıram. Naxış belə də 5 dəfə çıxarmıram. Yenə 2 tərsi toxuyuram. Bundan sonra gələni 5 dəfə çıxardıram. Arada birin bu formada çıxardım 5 dənə, 2 tərs, bunu birindən çıxarmadım. Yenə 2 tərs o birisindən çıxardım. İndi burada da yenə 5 dənə çıxardım. 2 tərs. Bunu yenə birini toxudum. Yenə 2 tərs. Onları saxlayıram ki, o birisi dəfə toxuyanda yerlərini dəyişəcəm, bu ilmələrə salacağım. 2 tərs, yenə 5 düz, 4, 5 düz, yenə 2 tərs. Bu da kenar ilməkdir. Kenarı da tərs toxudum. İndi tərs üzdən kenarı götürürəm, toxumuram. Bu 2 düzü toxudum. Burada 5 ilmek çıxarmışdım. Bunları da düz toxuyuram. 2, 3, 4, 5. Bunları da düz toxudum. Yanındaki düzləri də düz toxuyuram. Burada 9 ilmek düz olur. Bir tərs. Yenə 1, 2 düzləri toxuyuram. Aradakı 5 ilmeği yenə bunları da düz toxuyuram.
Yanındaki 2 düzü də düz toxudum. Burada da 9 düz oldu. Yine bir ters. Yine bir, bu 2, 3, 4, 5 düz. Yandaki ilmeği de yine düz toxudum. Təzədən indi yenə kənarı götürürəm. Bu düzləri bu yüzden tərsdir. Tərs toxuyuram hamısını. Dokuz tərs, bir düz. Yine 9 tərs, 2, 3, 4, 5, 6, 7, 8, 9 tərs, bir düz. Yine de burada 9 tərs. Dokuz tərs, bir də kənar ilmeği də yenə tərs toxudum. Tərs üzdən yenə kənarı götürdüm. Düzləri düz, tərsləri də tərs. Bir tərs. Dokuz düz, bir tərs. Yine de bu kenarda 9 düz. Buradan yine bir sıra gedirəm ki, bu ortada naxış əmələ gələcək. Bir sıra düz üzdən toxuyuram, bir sıra da tərs üzdən. Düzləri düz, tərsləri də tərs. Sekiz, 9 tərs, bir də kənar ilməyi tərs toxuyuram. İndi tərs üzdən də yenə kənarı götürürəm. Düzləri düz, tərsləri tərs.
9 düzü toxudum, kənarı da tərs toxudum. İndi bura düz üzdür, düz üzdən indi kənarı götürürəm. 2 tərs eləmişdik də əvvəldən. 2 tərsi toxudum. Burada 1 ilməkdən 5 ilmək çıxarmışdıq. İndi həmin o 5 ilməyi 4, 5 ilməyi götürürəm ilə 4, 5. Bu 5 ilməyin 5-indən 1 ilmək çıxardıram. Yenə 2 tərsi toxuyuram. Yenə bir düzü toxuyuram. 2 tərs. Yenə burada 5 ilməkdən 1 ilmək çıxardıram. Ki, əvvəlki sayına gəlsin. 2 tərs. Bir düz. Yenə 2 tərs. Burada da bu 5 ilməyin 5-indən yenə 1 ilmək çıxardım. 2 tərs. Kənarı da tərs toxudum. Formada. İndi tərs arxadan yenə eyni şeyi təkrar edirik. Kənarı götürdüm. 2 düz, 1 tərs. İki düz, 1 tərs. Yenə 2 düz, kənarı da tərs toxudum. İndi burada bir sıra yenə düz üzdən toxuyuruq. Necə görünür o formada. 2 tərs, 1 düz. Bir sıra da arxadan. Sonra həmin naxışları bunları bura salırıq, bu ortadakına. 2 dənə bunları. Bu formada yerini dəyişirik də. Belə formada bir naxış alınır. İndi bunları elə bil bunların yerinə belə. Bir sırada yenə təzədən dəyişirik. Bir dəfə belə, bir dəfə belə. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.